Qaynana filminin sevdasını insanlardan uzaqlaşdıran səbəb nə idi? Gəlin onu yad edək. Axı niyə elə deyirsən anacığım? Məyər təkcə evdir? Poliklinikada nə qədər işim var? Həkiməm axı. Tamaşaçıların yaddaşında o, qaynananın sevdası kimi qalıb. Ancaq başqa filmlərdə də rol alıb. Üzeyir ömründə Üzeyrin anası, Qəribə adamda Aytən, Sevinç buxtasında Leyla rollarına çəkilib. Ancaq heç vaxt gözlədiyi baş rola dəvət almayıb. Sonuncu dəfə Təxminə filmində epizodik rola çəkilir. Müxtəlif filmlərə çəkiliş üçün müraciət etsə də seçilmir. Bundan sonra o tamamilə kinodan uzaqlaşır. Ömrünün sonlarına yaxın tamam özünə qapanır. Onu yoluxmaq istəyən sənət yoldaşlarını da yaxın buraxmır. Filmlərə çəkilməməkdə ona maddi sıxıntılar yaşadır. 2015-ci ildə ikinci dəfə insult keçirir. Müxtəlif müraciətlər olsa da diqqətdən kənar qalır və həmin ilin avqust ayında vəfat edir. Tanella Əhmərovanın ruhu şad olsun.